Südünü içdin oğlum? Süzüm yenə. Ana, sən möhtəşəmsən. Nə? Niyə ki? Bugün məktəbdə mövzumuz analar haqqında idi. Maraqlıdır. Nə öyrəndiniz ki analar haqqında? Öyrəndik ki, ana qayğıkeşdir, fədakardır. Bizə yemək hazırlayır, gecələr yuxusuz qalır. Bəs ata haqqında nə öyrəndiniz oğlum? Ata haqqında heç nə. Hə, onda tövsiyə edirəm ki, ata haqqında da öyrənin. Çünki o da gecələri bizə görə yatmır. Bizim qayğımıza qalır, bizi qoruyur, hər şeylə mübarizə aparır bizə görə. Amma o məni çox danlayır. O səni sənin leyhinə danlayır oğlum. Sənin atan bu dünyada özündən öncə səni düşünən yeganə insandır. Bilirsənmi o niyə əsəbi olur? Çünki o ağlamır. Həyatın yükünü daşıyır. Hər şeylə də mübarizə aparır bizim üçün. Ana, mən böyüyəndə sənin kimi qadınla evlənəcəm. Sən hələ ki təhsilinlə məşğul ol. Söz verirəm vaxtı gələndə özüm səni məndən də yaxşısı ilə evləndirəcəm. Amma sən də söz ver ki, sən də atan kimi kişi olacaqsan. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Bu dünya keçici bir zövqdən ibarətdir. Zövqlərin ən yaxşısı da salihə həyat yoldaşıdır.